Xain qəlblərin, xoşbəxtlikləri də qaranlıq olur. Səfirlər 3-cü hissə. 8 il ötür. Parisdə fəhlələrin və yoxsulların narazılığı getdikcə artır. Enjolrasın rəhbərlik etdiyi ABC dostları fəhlələrin rəğbətini qazanan General Lamarck'ın ölümündən sonra üsyana hazırlaşırlar. Onlara küçədə yaşayan Thenardier'in oğlu Gavroche da qoşulur. Bu günlərdə Marius Pontmercy ailəsindən uzaq düşmüş, öz həyat yolunu axtaran gəncdir. Atasının ölümündən sonra onun yazdığı bir qeyddən Waterloo'da həyatını xilas edən şəxsin Thenardier olduğunu öyrənir. Lakin Marius hələ bilmir ki, atasının xilaskarı sandığı bu adam əslində döyüş meydanında ölüləri soyan bir quldurdur. Mariusun həyatında başqa bir dəyişiklik də baş verir. Lüksemburq bağlarında gördüyü Kazetta'ya aşiq olur. Valjean'ın himayəsində böyüyən Kazetta artıq gözəl və gənc bir qıza çevrilmişdi. Ancaq onların taleyini yenidən Thenardier'lərin ailəsi qarışdırır. Thenardier ailəsi Parisdə yoxsulluq içində yaşayır. Marius onların qonşuluğunda məskunlaşır. Bir gün Valjean və Kazetta xeyriyyətçi və qızı kimi Thenardier'lərin evinə gəlirlər. Thenardier Valjean'ı tanıyır və keçmişin qisasını almaq qərarına gəlir və təhlükəli quldur dəstəsinin köməyinə əl atır. Marius gizlicə onların planını eşidir və Javert'ə xəbər verir. Javert ona 2 tapanca verərək təhlükə yaranarsa işarə etməsini tapşırır. Lakin Marius üçün vəziyyət daha da mürəkkəbləşir. Thenardier'i atasının həyatını xilas edən adam kimi tanıyır və onu satmaqla Valjean'ı xilas etmə arasında qalır. Valjean evə qayıtdıqda Thenardier və quldurlar ona hücum edirlər. Thenardier onun əsl kimliyini açaraq böyük məbləğdə pul tələb edir. Valjean isə özünü müdafiə etməyə və Kazettanı təhlükədən uzaq tutmağa çalışır. Nəhayət o özünü azad edir və qaçmağa hazırlaşır. Elə bu anda Marius Eponi'nin əvvəllər yazdığı "Polislər buradadır" sözləri yazılmış kağızı xatırlayır. O kağızı divardakı yarıqdan içəri atır. Thenardier bunu xəbərdarlıq kimi qəbul edir. Quldurlar qaçmağa çalışarkən Javert və polis içəri daxil olaraq onları yaxalayır. Beləcə Thenardier'in qurduğu tələ özünə qarşı çevrilir. Valjean isə Javert onu tanımamış hadisə yerindən qaçaraq yenidən gizlənir. Beləcə Valjean Javert'in əlindən yenidən qurtulur. Lakin bu hadisə heç nəyi bitirmir. Mariusun qəlbində Kazetta'ya olan sevgi, Valjean'ın taleyində isə keçmişlə gələcək arasında ağır mübarizə davam edirdi. Bir tərəfdən də Paris addım-addım üsyana yaxınlaşırdı.